Oğlum atasına oxşuyur. Qızım bibisinə oxşuyur. Bunu demək istəyəndə rus dilində hansı səhvləri edirsiniz? İlk növbədə oxşuyur sözünün cinsə görə bəzin dəyişmirsiniz. Oğlandısa deyəcəksiniz paxoş. Сын paxoş. Qızdısa deyəcəksiniz paxoja. A əlavə edirsiniz sonunda. Doçka paxoja. İkincisi na qoşmasını unudursunuz. Сын похож на отца. Дочка похожа на тетю. Bəs burada niyə отец oldu отца? Niyə tетя oldu na tетю? Niyə şəkilçilər dəyişdi? Bu hansı padejdir? Başqa hansı hallarda belə şəkilçilər olacaq? Bu və digər lazım olan qaydaları, sırf danışıqda lazım olan qaydaları bizim Başlanğıc adlı proqramımızda tapa bilərsiniz. Proqramımızda bu qaydalarla eyni zamanda lüğətlərlə, dialoqlar, mətnlərlə tanış olub rus dilini özünüz üçün aydınlaşdırın və nəhayət ki öyrənin. Proqram barədə ətraflı məlumat aşağıdakı videoda.